Salam əziz izləyicilər, necəsiz? Hər birinizi salamlayıram. Hər vaxtınız xeyirli, uğurlu, bərəkətli olsun. Belə ki, bir gözəlliklə videoyu başlatmaq istədim. Hər birinizə xoş izləmələr. Bağımızda greypfruta bənzər meyvə var. Həm apelsinə bənzəyir, həm greypfruta. Yəni nə bundandır, nə ondan. Apelsin kimi balacadır, amma yəni greypfrut iri olur, amma bu balacadır. Amma greypfrut kimi dadı biraz acıdır. Mən bu da hansısa növüdür, nədirsə. İstədim bunlardan yığım. Bizdə bu yeyilir. Mən əsasən də çox xoşlayıram elə onun o biraz acımsı dadını. Düzdür, artıq vaxtı keçib. Artıq çoxlarının suyu qaçıb. Yəni soyursan, görsən ki, içində su yoxdur. Artıq korlanıb. Yəni vaxtında yeyilsəydi daha yaxşı olardı. Bundan yığıram. Bir vedrə yığdım. 3-4 ağacdır. Digərlərində artıq bitib. Bircə bu ağacda demək olar ki, heç dərilməyib qalıb. Mən də bundan yığdım. Amma evə apardıqdan sonra gördüm ki, çoxun içi artıq yəni quruyub, suyu qaçıb. Suyu yoxdur. Burada çalışıram. Yenə də biraz irilərindən yığım. Çox gətirib deyənə xırdası çoxdur. Mən meyvələri çox xoşlayıram. Yəni, evdə ən çox meyvə yeyən mən özüməm. Fərq etmir mənim üçün. Hər bir meyvəni xoşlayıram. Bircə kividən başqa. Kivini də yeyirəm, amma yəni olsa da olar, olmasa da olar. Yəni elə bir şey. İllərlə yeməsəm başıma girməz. Çünki allergiya verir, boğazım qıcıqlanır. Ona görə bircə kividən başqa bütün meyvələri xoşlayıram. Bunu da elə evimizdə ən çox mən yeyirəm. Bunun dadı biraz acımsı olduğuna görə yəni o qədər də yeyilmir. Ona görə indiyənə dək qalıb ağacda. Apelsin olsaydı, mandarin olsaydı indi çoxdan bitmişdi. Amma bu meyvə çox da yeyilmir deyənə qalır ağacda. Mən yemək olaraq lobya hazırladım. Bunu payız ayında özüm əkmişdim. Yəni payız lobyasıdır. Elə buzluğa da qoymuşdum. Əslində dünən bişirərdim. Sadəcə olaraq dünən heç kim yemək istəmədi deyə mən də saxladım. Bugün hazırladım. Burada da atılası zibillərim var. İndi bunları ataram. Qabları yuyum. Maşında dayanıb paltarları da gərək sərəm. Və bağa keçməliyəm. Bağ işlərim var. Onları görəcəm. İlk öncə bir çay süzüm özümə. Qaynanam soğan əkir. İstədim gedəm, mən də ona kömək edim. Burada gəldim ki, həyətdə yığdığım yumurtadan evə götürüm. Evdə nə qədər çox olursa, o qədər çox işlənir. Ona görə də bəzən elə götürdükcə yumurta da evə aparmıram, elə qoyuram bu qabın içinə, qalır burada. Bitdikcə gəlib götürürəm. Bunları aparacam evə yenə. Yəni götürdükcə elə düzəcəm bunun içinə. Qoyaram bura. Yəni lazım olduqca yığaram buradan. Bu qədər çıxdı. Bunu da qoyum burada qıraq qalsın. Dursun burada. Burada pelimi götürdüm. Bu da zəfəran toxumudur. Vaxtı da artıq əkilməklə yollanıram zəfəranı əkməyə. Yayda inşallah yetişsin. Yığımında sizinlə paylaşaram. Burada artıq kartoflarım da belə çıxır. Yeri hazırladım. Keçirəm əkməyə. Bugün Temu bağlamam gəlmişdi. Bunları açmışam, amma istədiyim sizlərə də vlogda göstəreyim. Belə bir kəmərdir. Keyfiyyəti yaxşıdır, bəyəndim. Belə bir telefon tutacağıdır, çəkilişdir. Belə çox möhkəmdir. Bu da telefonu tutmağa. Bunu isə bir yerdə
saxlamağa, bərkidib saxlamağa. Bu balaca paketlərdir. Çay falan töküb dəmləməyə. Bitki çayı falan belə. Balaca. Bunun biri sifarişdir, biri isə özüm almışam. Bu sifarişdir. Bu belə qara nöqtələri təmizləmək üçün bunlardır. Bu planşet üzlüyüdür. Burada tapa bilmədik deyə Temu'dan aldım. Bilmirəm ölçüsü uyğun gələr yoxsa yox. Nədirsə bu. Belə bir çantadır. Bu da sifarişdir. Yenidən ışıqlayaram. Bu isə belə balaca bir manqaldır. Manqal demək olarsa bilmirəm. Deməli bunun bu da sifarişdir. Bu anam istəyib bunu. Bundan belə çiyələk sezonudur orada işlətməyə. Buradan qalırsınız. Burada yemək, çay falan qaynatmağa. Burada da zibili tökülür, külü tökülür. Belə bir setkası da var. Üzərinə qoymağa, nələrsə qızartmağa falan. Burada möhkəm bir şeydir. Möhkəmdir. Bu planşeti də Temu'dan əldə etmişdim. Endirimlə 108 manata səhv etmirəmsə almışdım. 108 idi ya 104 idi, belə bir şeydi. Çox keyfiyyətlidir. Razıyıq bu planşetdən. Amma üzlüyün burada tapmamışdıq deyə üzlüksüz qalmışdı. Ona görə də üzlüyün də elə Temu'dan aldım. Həm də orada daha ucuzdur. Telefon tutacağını isə demək istərdim ki, heç bəyənmədim, iade edəcəm. Çünki telefonu qoyursan ağırlıq edir, düşür aşağı. Bəlkə yəni yuxarı bir yerlərə qoyulsa, tutulsa, aşağı da gəlsə, yəni çəkmək olar. Amma istədiyiniz yəni yerdə qoyasınız, çəkəsiniz. Mən yəni nə qədər etdimsə də alındıra bilmədim. Nəsə xoşuma gəlmədi. Ona görə də onu iade edəcəm. Gedib belə bir Tokno su isitici aldıq. Bu köhnəsidir. Bu əslində yanır, amma suyu isitmir. Ona görə də gedib belə bir yenisini aldıq. Bunu düşdürüm yerə, yerdə göstərir. Qoyum yerə. Belə şeydir. Bu su yerə tökülməsin deyə qabdır. Deyəsən tutacağı yoxdur. Tutacağı var imiş. Qoy bu. İndi buna su tökərəm. Yandıraram görün necədir. Belə bağlanır. Burada sensorludur. Artıq qoşulmuşuq işləyir. Bu su töküləndə yerə tökülməsin, bura tökülsün deyədir. Belə çıxarılır. Yenə taxılır. Üstü götürülür bunun. İçindəki suyu təmizləmək olur. Bundan digərinin fərqi nədir? Bunun sensorludur. Yəni burada ən yüksək dərəcə 95 dərəcədə qaynadır. Buradan görmək olur ki, suyun qaynamasına nə qədər qalıb. Burada temperaturu tənzimləmək olur. Yəni qaynadıqdan sonra istəsəz 40, 50, 60, 80 dərəcədə saxlamaq olur. Sonra uşaqlar üçün kilidə vurmaq yəni knopkası var. Uşaqlı evlər üçün məncə daha yaxşıdır. Uşaq əl vurmasın falan ona görə. Digəri çox sadə idi. Digəri sadəcə olaraq suyu qaynadırdı. Amma bu isə daha yəni istədiyiniz dərəcədə saxlamaq özəlliyi var deyə bunu götürdüm. Bunun qiyməti 135 manat idi. 135 manata bu gözəlliyi almışıq. Əslində bunların müddəti çox da belə uzun olmur. Çünki içi yəni nerjavika falan deyil, lakdır da bildiyimiz. Yəni qaynadıqca içi başlayır tökülməyə. Uzun müddətli bir şey deyil. Yəni uzağı 3 il, 4 il işlətmək olur. Çünki illərdir artıq işlədirəm. Bilmirəm bu 4-cü və ya 5-ci alışımızdır artıq. Ona görə də belə çox uzun ömürlü olmur. 2 il, 3 il maksimum gedir və salam. Başlayır içi tökülməyə artıq.
Bayırda yağış başladı, dəyişkən yaz havası. Səhər günü idisə də axşamüstü dəhşətli yağış başladı. Belə havalarda ən xoşladığım oturub bir film izləməkdir. Gördüm bu film gedir. Ən çox xoşladığım filmlərdən biridir. Dəfələrlə də izləsəm, təkrar yenə izləyərəm. Bir vloqumuzun da sonuna gəldik. Bura kimi izlədinizsə, bəyənməyi, abunə olmağı unutmayın. Hələlik növbəti vloqlarda görüşənədək.